Qazaxda 28 may Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib. 108 il əvvəl Şərqdə müsəlman dünyasında qurulan ilk parlamentli demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yoldan 23 ay ərzində qazandığı uğurlardan müstəqillik yolundakı mübarizəsindən danışılıb. 20-ci əsrin axırlarında dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı köklü islahatların Azərbaycanı dinamik inkişafa malik müasir dövlətə çevirdiyi qeyd olunub. Tədbir bədii hissə ilə davam edib. Cəmi 20 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalq üçün böyük miras qoydu. Dövlət bayrağımızın, himnimizin, ana dilinin dövlət dili elan edilməsi və milli ordumuzun yaranması məhz həmin dövrə təsadüf etdi. Bu əlamətdar gün daha sonra ümummilli lider Heydər Əliyev tərəfindən tətbiq olundu və daha da möhkəmləndirildi.